Salam əziz izləyicilər. Bugün mən Afər müəllimə DİM Azərbaycan dili 2025 birinci hissə test toplusundan isimlərin yazılışı və tələffüzü testlərinin izahına başlayıram. Birinci sualda bu sözlərdən birinə saitlə başlanan hal şəklisi artırdıqda söz kökünün son hecasındakı sait düşmür. Baxaq, isim, qisim, cisim, nəsil, fəsil kimi sözlərə həm hal, həm mənsubiyyət şəklisi artıranda son sait düşürdü. Amma burun, ağız, burun, boyun, qoyun kimi sözlərə saitlə başlayan yalnız mənsubiyyət şəklisi artıranda son sait düşürdü. Ona görə A, D, Y, C-ni çıxırıq. Doğru variantımız B variantı. 2-də nümunələrdən birində hal şəklisi yox, yalnız mənsubiyyət şəklisi artırdıqda söz kökünün son hecasındakı qapalı sait düşür. Yəni, yalnız mənsubiyyət şəklisi artırdıqda söz kökünün son saiti düşən sözlərimiz hansıdır? Bizim milli sözlərdir. Boyundur, qoyundur, ovucdur, oğuldur, beyindir. Deməli, doğru variantımız B variantıdır. Digər sözlərə həm hal, həm mənsubiyyət şəklisi artırdıqda son sait düşürdü. Üçüncü testdə nümunələrin birində hal şəklisi yox, yalnız mənsubiyyət şəklisi artırdıqda söz kökünün son hecasındakı qapalı sait düşür. Yenə də bizim sözlərimizi istəyir. Düzgün variant B variantıdır. 4-də isimlərdən birində saitlə başlayan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Baxaq. Fəsildir, ətirdir, səbirdir, ömürdür. Bunlara hal şəklisi və mənsubiyyət şəklisi artıranda düşürdü, amma B variantı şərik sözünə saitlə başlayan şəkilçi artırdıqda ikinci sait düşmür. Şərik üstəgəl in olur şərikin. İkinci i düşmür. Burada olduğu kimi qalır. 5-də isimlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Nəsildir, isimdir, ətirdir, şəkildir. Belə tipli sözlərə hal və mənsubiyyət şəklisi artıranda düşürdü, amma nağıla düşmür. 6-da sözlərdən birindən saitlə başlanan şəkilçi artırdıqda ikinci sait yenə də düşmür istəyir bizdən. Doğru variantımız burada da C variantıdır. Çünki digər sözlərə hal və mənsubiyyət artıranda son saiti düşən sözlər cərgəsindəndir. 7-də bu sözlərdən birinə saitlə başlanan hal şəklisi artırdıqda söz kökünün son hecasındakı sait düşmür. Yenə də istəyir. Doğru variantımız C variantıdır. Çünki çiyin bizim milli sözlərdəndir. Digər sözlərə isə həm hal, həm mənsubiyyət şəklisi artıranda son saitini düşürürdü. 8-də cümlələrdən birində xüsusi isimlərin yazılışında səhvə yol verilmişdir. Səhvi istəyir bizdən. Xüsusi isimlərimiz burada hansıdır? Füzuli doğru yazılıb. 2-də Arazam, Kürə doğru yazılıb. A getdi, B getdi. C-də Badamlı, isti, su doğru yazılıb. D-də Yer, Günəş doğru yazılıb. Y-də Y-də uşaqlar Qırat böyük hərflə yazılmalıdır. Atın adıdır. Ona görə səhvimiz Y variantındadır. 9-da cümlələrdən birində oğul isminin kökündəki U hərfi düşməməlidir. Oğul bizim milli sözlərimizdir. Milli sözlərimizə hal şəklisi artıranda düşmür, amma mənsubiyyət şəklisi artıranda düşürdü. Ona görə biz hal şəkilçili oğul sözünü axtarmalıyıq. Düzdür uşaqlar? Baxaq, oğlun yaman dəcəldir. Burada mənsubiyyət şəklisi də düşməlidir, düzdür. Oğlum universitetdə oxuyur. Bəli, yenə də mənsubiyyət şəklisi də düşməlidir. Oğlun yaxşısı baş ucalığıdır. Baxın, oğlun yaxşısı. Buradakı un hal şəklisidir. Ona görə düşməməlidir. Doğru variantımız C variantıdır. Oğlumuz düşməlidir. Oğlu, onun oğlu bu il məktəbi qutarıb, burada da düşməlidir. 10-cu testdə cümlələrdən birində ağıl isminin kökündəki I hərfi düşməməlidir. Ağıl da bizim milli sözlərimizdəndir. Ona görə mənsubiyyət şəkilçili ağıl sözündə
son ı düşməlidir, amma hal şəklisində düşməməlidir. Baxaq. Bu işdən ağlım kəsmir. Yəni mənim ağlım burada ın mənsubiyyətdir. Ağlınız, sizin ağlınız mənsubiyyətdir, düşməlidir. Ağlı kamalı başındadır. Onun ağlı, onun kamalı burada ı düşməlidir. Düzdür, doğru düşürüblər. D-də ağlım kəsəndən sonra, yəni mənim ağlım yenə də mənsubiyyətdir, düşməlidir. Y-də insan hər bir işdə ağlı özünə yardımcı seçməlidir. Ağılı, ağıl burada hal şəklisi qəbul edib. Hal şəklisində son ı düşməməlidir. Olmalıdır ağılı şəklində olmalıydı. 11-də hallanarkən sözlərdən hansında bitişdirici samitlərdən istifadə olunur? Kitab plus ı hal şəklisi artırıram hamısına. Kitab, kitabı bitişdirici samitlərimiz hansıdır? Y-nı-sı. Kitab, kitabı, y-nısıdan istifadə olunmayıb. 2-də dərə, dərəni. Baxın, i təsirli qalmış şəklisi n bitişdiricisinin köməyi ilə burada bitişib. Baxın, dərə, dərəni n-nın köməyi ilə yəni hal şəklisi ona bitişib. 2-ni götürək. 3-də portret, portreti. Burada bitişdiricidən istifadə olunmayıbdır. Alma, almanı yenə də n bitişdiricisindən istifadə olunubdur. 5-də meşəni yenə də n bitişdiricisindən istifadə olunub. Çinar, çinarı yoxdur. Qaya, qayanı götürək, bəli. Günəş, günəşi. Ona görə doğru variantımız B variantı. 12-də hansı sözə ancaq mənsubiyyət şəklisi artırdıqda son hecasındakı sait düşür? Baxın, belə bir məntiq deyək də, nəsil, fikir, zehin, ətir, hamısı bircər qədəndir. Amma oğul milli sözlərimizdəndir, ona görə oğulu götürək. Həm də oğul milli sözlərimiz olduğu üçün yalnız mənsubiyyət şəklisi artıranda düşürdü. Hal şəklisi yox, artıranda yox. 13-də hansı cərgədəki isimlərin hamısına saitlə başlanan hər cür şəkilçi artırdıqda ikinci hecasındakı sait düşür? Baxın, burada alım var, getdi, milli sözlərimizdir. B-də boyun var, getdi. C-də oğul, D-də bəli, doğru variantımız D variantıdır. Bunlara hər cür, yəni həm hal, həm mənsubiyyət şəklisi artana son sait düşürdü. Y-də də ağız var, ağıl var, getdi. 14-də sonu A-ə saitləri ilə bitən isimlərdə hansı halda həmin saitlər qapalı saitlər kimi tələffüz olunur? Sonu A-ə saitləri ilə bitən isimlərdə hansı halda həmin saitlər qapalı saitlər kimi tələffüz olunur? Təsirli halda. Baxaq, sonu A ilə bitən, məsələn, ana. Ana. Onu təsirli halda işlədək. Ananı. Hansı halda həmin saitlər son A saiti qapalı tələffüz olunur mu? Yox. Ananı yazılır, elə ananı da deyilir. Ona görə də təsirli hal yox. Yəlik halda ananın yazılır, ananın da deyilir olduğu kimi. Adlı halda ana, ana yazılır, ana da deyilir. Yönlük halda, baxaq. Anaya yazılır, anaya. Deyiləndə amma anıya deyilir. Anıya. A-ıya keçir. Ona görə yönlük halı götürməliyik. D variantı. Çıxışlı halda anadan yazılır, anadan da tələffüz olunur. 15-ə baxaq. Cümlələrdən birində oğul isminin kökündəki U hərfi düşməməlidir. Nə zaman düşməməlidir? Oğul bizim söz olduğu üçün hal şəklisi artıranda son sait düşməməlidir. Ona görə hal şəkilçili oğul sözünü biz axtarmalıyıq testdə. Oğlum universitetdə oxuyur, mənsubiyyət şəklisidir. Oğlun yaman dəcəldir, sənin oğlun mənsubiyyət şəklisidir. Oğlumuz, bizim oğlumuz mənsubiyyət şəklisidir. Oğlum pisi. Baxın, oğlum pisi. Buradakı un hal şəklisidir. Ona görə
oğlun yox, oğlun şəklində olmalıdır. Buradakı son hecadakı u saiti düşməməlidir. Çünki burada oğlun yiyəlik haldadır. Biz də dedik ki, hal şəklisi artıranda son sait düşmür. Doğru variantımız ona görə D variantıdır. Baxın, onun oğlu, oğlu burada Y variantında mənsub şəklisi də düşməlidir. 16-da. Saitlə başlanan şəkilçi artıranda son saiti düşən iki hecalı sözlər cərgəsini müəyyən edin. Baxın, nəsil, fəsil, ətir. Bəli, elə doğru variantımız A variantıdır. B-də cahil düşməz. C-də sətir, cisim, ahıl düşməz. D-də təhsildə düşməz. Y-də kömürdə düşməz. Ona görə düzgün variantımız A variantı. 17-də sonu eyni cinsli qoşa samitlə bitən sözlər hallandıqda ismin hansı hallarında səs düşümü baş verir? Məsələn, eyni cinsli qoşa samitli bir söz götürək. Məsələn, götürək fən sözünü. Fən sözünü yiyəlik halda işlədək. A variantına baxaq. Adlıq yox, yiyəlik halda işlədək ki, baxın. Fən plus yiyəlik halın şəkli hansıdır? İn. Olacaq fənin. Bir dəqiqə. Fənin. Aha. Bu qoşa samitlər olduğu kimi qaldı, düzdürmü? Bizdə burada səs düşümü hadisəsi baş vermədi. Bizdən səs düşümü baş verir istəyir. Sonra, deməli, yiyəlik halı çıxırıq. Saitlə başlayan şəkilçi gələndə, baxın, saitlə başlayan hal şəkilçisi gələndə, burada fən 2 nə olmalıdır? Hə. Saitlə başlayan hal şəklisi gələndə qoşanlar olduğu kimi qalır. Amma samitlə başlayan hal şəklisi gəldikdə qoşanların biri düşəcək. Baxın, yiyəlik hal saitlə başlayır. B-də yönlük hal saitlə başlayır. C-də yiyəlik hal saitlə başlayır. D-də də təhslik hal saitlə başlayır. Amma Y-də yerlik və çıxışlıq hal samitlə başladığı üçün son samitlərdən biri düşəcək. Doğru variantımız Y variantı. Məsələn, götürək fən sözünün üzərinə. Baxın, fən. Üzərinə gələk. Dən, çıxışlı halı olacaq. Baxın, fəndən şəklində olacaq. Bu qoşanlıların biri düşdü. Çünki samitlə başlayan hal şəklisi artırılıbdır buna. Ona görə doğru variantımız Y variantı. 18-də sözlərdən birinə saitlə başlanan şəkilçi artırıldıqda ikinci hecadakı sait düşmür. Elə doğru variantımız A variantıdır. Çünki sinif, nəsil, eyib, şəkil sözləri həmin o saitlə başlayan hər cür şəkilçi artırdıqda son saitini itirən sözlər cərgəsindəndir. Keçək 19-a. İsimlərdən birinə saitlə başlanan şəkilçi artırıldıqda son sait düşmür. Səbir, ömür, fikir, şəkil eyni qrupdan olan sözlərdəndir. Amma üfüqdə son saitlə başlayan şəkilçi artırdıqda ikinci hecadakı sait düşmür. Üfüq plus ün olur üfüqün. İkinci ü düşmür. 20-yə baxaq. Hansı sözlərdə hal yox, yalnız mənsubiyyə şəkilçisi artırıldıqda ikinci hecadakı sait düşür. Deməli, bizdən necə sözlər istəyir? Milli mənşəli sözlər istəyir. Yəni, boyundu götürək. Sonra 20-də deməli, alın götürək, milli mənşəli sözlərdəndir. Səbir yox, beyni götürək. Ətir yox. 6-da abır yox, 7 burun götürək. Eyni cərgədən olan sözlərdir, fikir verin. 8-də oğul götürək. Doğru variantımız 1, 2, 4, 7, 8. D variantı. Bir daha yadınıza salın uşaqlar. Boyundu, ağıldı, qoyundu, qarındı, oğuldu.
bu tip milli sözlərimizə yalnız mənsubiyyət şəklisi, saitlə başlayan mənsubiyyət şəklisi artırdıqda son saitini itirirdi. Amma isimdir, qisim, nəsil, ətir, fəsil, şəkil, sinif, eyib kimi sözlərə həm hal, həm mənsubiyyət şəklisini artıranda son saitini itirirdi. 21-də. Üzərində hansı rəqəm yazılmış sözlərə hal yox, yalnız mənsubiyyət şəklisi qəbul edərkən ikinci hecədəki saitini itirir. Yəni də milli mənşəli sözlərimizi axtarır, düzdür uşaqlar? İsim yox, ağzı götürək, milli mənşəlidir. Çiyini götürək, şəkil yox, nəsil yox, beyin yox. Daha doğrusu beyin götürək, 7 səbri yox, ömür yox, qəbir yox. Doğru variantımız D variantı. 22-də. Hansı cərgədəki sözlərin hamısına sözün kökünə saitlə başlanan hal və mənsubiyyət şəklisi artıranda son saitini itirirdi. Yəni son saiti düşür. Bizdən isim, qisim, cisim cərgəsini istəyir, düzdür uşaqlar? Baxın, ətir, nəsil, fikir, sinif, bəli, doğru variantımız elə A-dır. B variantında abur var, daha doğrusu beyin var. C-də boyun var, ona görə B-C getdi. D-də oğul var, getdi. Y-də də oğul var, getdi. 23-də hansı misrada bir söz kökündəki saitini itirmişdir? Bir söz kökündəki saitini itirmişdir və niyə? Baxaq. Birinci misraya baxaq. 3 aylıq qonaqdır bahar bizlərə. Yox, burada yox. Gəl belə boynunu bükmə bənövşə. Boynunu sözü boyun şəklində yazılır. Son saitini itirmişdir. Nə üçün? Bizim milli mənşəli sözlərimizdir, düzdürmü? Milli mənşəli sözlərdə mənsubiyyət şəklisi qəbul etdiyi üçün son saitini itirirdi, düzdür? Ona görə ikinci misrə və mənsubiyyət şəklisi ilə bağlı olduğu üçün düzgün variantımız A variantı. 24-də. Hansı cümlələrdə beyin sözünün kökündə i saiti yazılmamalıdır? Beyin milli mənşəli sözümüzdür. İ nə zaman yazılmamalıdır? Nə zaman düşməlidir? Mənsubiyyət şəklisi artıranda. Biz mənsubiyyət şəkilçili beyin sözünü axtarmalıyıq. Beynin möcüzələri, beynin yiyəlik haldır. Beynin yaxşı işləyir. Yəni sənin beynin burada mənsubiyyət şəklisi qəbul etmişdir. Sənin beynin, yox, sənin beynin. Bu i düşməlidir. Çünki bu in mənsubiyyət şəklidir. Buna görə 2-ni götürək. Beyinləri çox inkişaf edib. Beyinləri deməli B variantında uşaqlar düzdür, mənsubiyyət şəklisi artıranda düşür milli mənşəli sözlər. Amma saitlə başlayan mənsubiyyət şəklisi artıranda düşür. Amma buradakıları samitlə başlayan mənsubiyyət şəklisidir. Ona görə son i saiti düşməməlidir. Ona görə 3 yox. Yəni biz demişik ki, bizim milli mənşəli sözlərə saitlə başlayan mənsubiyyət şəklisi artıranda son saiti düşür. Samitlə başlayan artıranda yox. Alınma sözlərə isim, qisim cərgəsindəki sözlərə isə yalnız saitlə başlayan, yenə də saitlə başlayan, samitlə başlayan yox. Saitlə başlayan şəkilçi artırdıqda, yəni mənsubiyyət və hal şəklisi artırdıqda son saitini itirirdi. 4-də bunları beynimdən çıxara bilmərəm. Mənim beynimdən, mənim beynim. İn burada görürsünüzmü? Saitlə başlayan mənsubiyyət şəklisidir. Ona görə bu beyin sözündəki son i saiti düşməli idi. Düşməyib, ona görə yazılmamalı idi. 4. 2-4 doğru variantımız Y variantı. 25-də. Tələffüz formasına verilmiş hansı sözü yalnız çıxışlıq hal şəkilçili söz kimi düşünmək olmaz? Vüqar ilhamla 2 yaş böyükdür. Vüqar ilhamdan 2 yaş böyükdür. Yəni, burada tələffüzü verilib uşaqlar. Yazışı necə olmalıdır? Vüqar ilhamdan 2 yaş böyükdür. Burada çıxışlıq hal oldu, düzdürmü? Bax, bizdə deyir ki, tələffüz formasına verilmiş hansı sözü
yalnız çıxışlı kal şəklisi kimi qəbul, yəni çıxışlı kal şəkilçili söz kimi düşünmək olmaz istəyir. Amma A variantında ilhamdan yalnız çıxışlı kal şəkilçili söz kimi düşünmək olar. Bizdən olmaz istəyir. A variantı getdi. B-də dostumdan kitab aldım. Tələffüz, yazılışda isə dostumdan kitab aldım. Burada da çıxışlı kaldı, yalnız çıxışlı kaldı. C-də daha doğrusu uşaqlar, B-də dostumdan kitab aldım. Bunu iki cür düşünmək olar. Biri var dostumdan kitab aldım, çıxışlı kal şəklisi kimi. Bir də var ki, dostum ilə kitab aldım. Yəni dostumla kitab aldım. O da tələffüzdə dostumla kitab aldım şəklində tələffüz olunur. Yəni həm qoşma kimi, həm də ki çıxışlı kal şəklisi kimi bunu düşünmək olar. Düzgün variantımız B variantı. C-də qardaşımdan ötürü canımı verərəm. Yəni yalnız qardaşımdan ötürü. Burada dan çıxışlı kal şəklisidir. D-də yer üzündə insandan ali varlıq yoxdur. Yəni insandan ali varlıq yoxdur. Burada da çıxışlı kal şəklisidir. Y-də mən Vüqarın qolundan tutdum. Tələffüz şəkli verilib, yazılışda isə qolundan tutdum. Burada da yalnız çıxışlı kal şəklisidir. 26-da yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən saiti düşən sözlərin işləndiyi cümlələri müəyyən edin. Yalnız mənsubiyyət şəkilçisi qəbul edəndə saitini düşürən sözlər hansı idi? Bizim milli mənşəli sözlər. Deməli, milli mənşəli sözləri axtarmalıyıq. Bir də ana təmkinlə fikrini izah etdi, yoxdur. Bir saatdən ibarət hecanı yeni sətrə keçirmək olmaz. 3-də xəfif külək əsdiyindən əli pencəyini çiyninə saldı. Bax bu. Çiyin bizim milli mənşəli sözümüzdür. 4-də 3-ü götürək. 4-də bahar fəsli gələndə hər tərəf yaşıl dona bürünür. Burada da milli mənşəli sözümüz yoxdur. 5-də şah qəzəbindən onun boynunu, baxın, boynunu milli mənşəli sözdür. Doğru variantımız 3-5. 27-də zehin sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Təslik halda olan isimdirsə, əgər təslik halda olan isimdirsə, ikinci hecadakı sait düşmür. Demək, zehin sözünün təslik halda birinci xanada istəyik ki, zehin təslik halda olan isimdirsə, zehni. Burada son sait düşmür, düzdürmü? Bir də ikinci hecasındakı sait düşmür. Daha doğrusu zehin sözü alınma sözlər cərgəsindən olduğu üçün onlara saitlə başlayan hal və mənsubiyyət şəklisi artıranda son saitini itirirdi. Birinci xanada da deyir ki, təslik halda olan isimdirsə, zehni şəklində olacaq da, çünki ikinci i-ni itirmiş olacaq. Birdə deyir ki, ikinci hecasındakı sait düşmür. Axı düşür, çünki alınma cərgəsindəndir. Ona görə biri götürmürük. 2-də 2 hecalıdır. Bəli, cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. Bəli, təslik halda olan söz xəbərin ifadə vasitəsi ola bilməz. Ona görə 2-ni doğru deyir, götürək. 3-də baxın, bu xanada nə istəyir? Adlı halda olan isimdirsə, yəni zehin şəklində götürək. Mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər. Əgər zehin sözü adlı xaldadırsa, bəli, mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər. Məsələn, zehin, işlədək, zehin insanın düşünmə qabiliyyətidir. Zehin burada mübtədadır da, deməli, mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər adlı halda. 4-də yəlik halda olan isimdən ayrı işlənə bilməz. Baxaq, zehin adlı haldadır. Sonra yəlik halda olan isimdən ayrı işlənməz. Zehin, insanın burada yəlik halda olan sözdür, düzdürmü? Zehin, insanın dərk etmə qabiliyyətidir, düşünmə qabiliyyətidir. Nə insanın düşünmə qabiliyyətidir? Zehin. Burada zehin sözü insanın ismindən ayrı yazıla bildi, düzdürmü?
Burada amma deyir ki, isimdən ayrı işlənə bilməz. Ona görə 4 də səhvdir. Doğru variantımız 27-də 2, 3. Keçək indi ismin mənsubiyyətə görə dəyişməsinə. 1-də hansı sözdə ikinci şəxsin cəminə aid mənsubiyyət şəklisi işlənmişdir? İkinci şəxsin cəmi hansıdır uşaqlar? Siz. Sizin, mənsubiyyət deyəndə siz yox, sizin götürməliyik. Sizin gəldiniz olmur. Sizin kitabınız. Baxın, doğru variantımız B. Sizin kitabınız. Inız burada ikinci şəxsin cəminin mənsubiyyət şəklisidir. Sonra burada siz müəllimsiniz. Siniz burada şəxs şəklisidir. D-də qardaşımız, bizim qardaşımız birinci şəxsin cəminin mənsubiyyət şəklisidir. Şagirdi, onun şagirdi. Bu da üçüncü şəxsin təkinin mənsubiyyət şəklisidir. Ona görə doğru variantımız B variantı. 2-də mənsubiyyət şəkilçili isim olan birləşmələri müəyyən edin. Əxlaqi dəyərlər, xeyr. Evi tikmək, xeyr. Sürməyi şal. Burada da mənsubiyyət şəkilçisi yoxdur. Tarixi bilmək yoxdur. İnsan taleyi. Baxın, insan taleyi burada mənsubiyyət şəklisidir. Ümumiyyətcə, mənsubiyyət şəkilçisini seçmək üçün həmin sözün qarşısına yiyəlik halda olan hər hansı bir söz qoyun. Mən məsəl üçün onun, sənin kimi şəxs əvəzliklərindən istifadə eləyirəm. Burada indi insan var, yəni insanın taleyi. Burada qeyri-müəyyən yiyəlik hal işlənib, düzdürmü? Taleyi sözünün qarşısında qeyri-müəyyən yiyəlik hal işlənib. Ona görə insan taleyi, yəni insanın taleyi qarşısında yiyəlik işləndiyi üçün i-ni burada biz mənsubiyyət şəklisi götürürük. Sonra xalq mənafeyi, yəni xalqın mənafeyi. i burada mənsubiyyət şəklisidir. Çünki özündən əvvəlki xalq sözü yiyəlik halda işlənmişdir. 3-də doğru variantımız 2-də Y variantı oldu uşaqlar. 3-də birinci şəxsin cəminin mənsubiyyət şəklisi qəbul etmiş sözü müəyyən edin. Birinci şəxsin cəmi hansıdır? Bizim. Onun mənsubiyyət şəklisi bizim məktəbimiz. Bizim məktəbimiz. İmiz burada birinci şəxsin cəminin mənsubiyyət şəklisi. Doğru variantımız D variantı. 4-də hansı bəndə mənsubiyyət şəkilçili 2 söz işlənmişdir? Kəhər at onunkudur. Yox, burada yoxdur. B variantında gələcək bizim nəslindir. Bizim nəslin. İn burada mənsubiyyət şəklisidir, amma bir dənə söz işlənib. B də olmaz. C də azadlığın öz əlindədir. Azadlığın. Baxın, ın burada mənsubiyyət şəklisidir. Nəyə görə? Çünki özündən əvvəl mən yiyəlik halında olan bir söz işlədə bilirəm. Məsələn, sənin azadlığın. Aha, bir söz. Sonra öz əlindədir. Yəni, özünün əli. İ burada yenə də mənsubiyyət şəklisi. Çünki özündən qabaqki öz əvəzliyi qeyri-müəyyən yiyəlik halda işlənmişdir. Yəni, öz əlindədir. Yəni, özünün əlindədir. Ona görə azadlığın və əlindədir sözü mənsubiyyət şəkilçili sözdür. Bizdən də 2 söz istədiyi üçün doğru variantımız C variantı. 5-də mənsubiyyət şəkilçili sözlər hansı bənddədir? Sancı hiss etmək yoxdur. Həyati əsər yoxdur. Mənsubiyyət şəklisi C-də armudu stəkan yoxdur. Həyatı öyrənmək yoxdur. Aha, Y-də onun zehni. İ burada mənsubiyyət şəkilçisidir. Nə üçün? Özündən qabaq yiyəlik hal gəlibdir. Şairin həyatı. I burada mənsubiyyət şəklisidir. Nəyə görə? Çünki özündən qabaq yiyəlik hal gəlibdir. Ona görə doğru variantımız Y variantı. 6-da I+4 hansı cümlədə mənsubiyyət şəkilçisidir? Evi dağılmış. Baxın, i burada mənsubiyyət şəkilçisidir. Nəyə görə? Özündən qabaq yiyəlik halda olan bir söz qoya bilirəm. Məsələn, onun evi dağılmış. Ocağı söndürülmüşdür. Yəni, onun ocağı söndürülmüşdür. Ona görə doğru variantımız elə A variantıdır. 7-də mənsubiyyət şəkilçisi qəbul edərkən isimlərdən biri ümumi qaydadan kənara çıxır. Mənsubiyyət şəkilçisi qəbul eləyək. Əlaqə.
Mənim əlaqəm M şəklində. Mənim əlaqəm. B variantında. Mənim mənşəyim. Baxın, y bitişdiricisindən istifadə olundu burada. Mənim külçəm. Burada M. Mənim məqaləm M. Mənim ənənəm M. Baxın, hamısı M qəbul edibdir. Mənsub şəklisi qəbul edərkən, yəni mənsub şəklisi M şəklindədir, amma B variantında mənşəyim. Ümumi qaydadan B variantı yim şəklində qəbul edib. 8-də mənsub şəklisi qəbul edərkən isimlərdən biri ümumi qaydadan çıxır. Yenə də eyni 7-ci testdəndir. Məsələn, mənim məcram, mənim quyum, mənim mövqeyim, mənim töhfəm, mənim qələbəm. Doğru variantımız C variantında. Hamısı da M-dır, amma C variantında yimdir. 9-da. Hansı cümlələrdə mənsubiyyət şəkilçili isim işlənmişdir? Mənsubiyyət şəkilçili isim istəyir bizdən. Xınalı kəndinin cəmaatı. Baxın, I burada mənsubiyyət şəkilçilidir. Çünki ondan əvvəl yəlik halda söz gəlibdir. Ona görə biri götürürük. 2-də. Artıq kəndə yeni yol çəkilirdi. Yoxdur mənsubiyyət şəkilçisi. 3-də. Yolun çəkilişi I burada mənsubiyyət şəkilçilidir. Çünki ondan əvvəl un yəlik halda söz gəlibdir. Ona görə 3-ü də götürürük. 4-də doğma yurdumuza sevgi verək. Yurdumuz. Umuz burada mənsubiyyət şəkilçisidir. Çünki ondan əvvəl bizim mənsubiyyət şəkilçisini bizim yəlik halda şəxs əvəzini qoya bilirik. Bizim yurdumuz. Umuz burada ona görə mənsubiyyət şəkilçisidir. 4-ü də götürək. Kəndin təcrübəli gəncləri işə cəlb olunurdular. Kəndin in burada yəlik halda. Ona görə götürmürük. Doğru variantımız 1, 3, 4 A variantı. 10-da cümlələrdən birində I şəkilçisi mənsubiyyət şəkilçisidir və ismi artırılıb. Baxın, I-ni həm mənsubiyyət şəkilçisidir istəyir, həm də ki ismi artırılsın. Bu şərtə diqqət eləyək. Səni çoxdan gözləyirəm. I burada hal şəklisidir. A getdi. Pisi pis, əyrini əyri, düzü həm var yazım. Burada da i'lər şəxs şəklisidir, hal şəklisidir. Bizdə mənsubiyyət şəklisi istəyir. C-də düşüncələri I mənsubiyyət şəklisidir. Çünki özündən əvvəl yəlik halda olan söz qoya bilirəm. Onların düşüncələri I burada mənsubiyyət şəklisidir və baxaq ismi artırılıbmı? Bəli, düşüncə isimdir. Deməli, ismi artırılıb və mənsubiyyət şəklisi qəbul etmişdir. I mənsubiyyət şəklisidir. Ona görə doğru variantımız C variantı. 11-də altına xətt çəkmiş sözlərin yalnız birində I yenə də mənsubiyyət şəkilçisidir və ismi artırılıb istəyir. Heç kəs bilmədi ki, evi nədən yanıb? Evi sözündəki I yenə də mənsubiyyət şəklisidir. Çünki özündən əvvəl yenə də yəlik halda söz qoya bilirəm. Onun evi nədən yanıb? Onun yəlik halda söz gəldiyi üçün I burada mənsubiyyət şəklisidir və ev isminə artırılıb. Ona görə doğru variantımız A variantı. 12-də hansı cümlələrdə həm mənsubiyyət, həm təsirli hal şəkilçisi vardır? Nuriyənin bacısı oxumağı çox sevir. Bacısı burada mənsubiyyət şəklisidir. Nuriyənin in hal şəklisidir. Ona görə biri götürək. 2-də vətənimi sevirəm. Baxın, vətənim. İn burada mənsubiyyət şəklisidir. Çünki özünə əvvəl mənim yəlik halda söz qoya bildim. Mənim vətənim. İn burada mənsubiyyət şəklisidir. Digər I hal şəklisidir. Ona görə 2-ni də götürək. Ümumiyyətcə, uşaqlar sözdə həm hal, həm mənsubiyyət şəklisi varsa, birincisi mənsubiyyət şəklisi olur adətən, ikincisi hal şəklisi. Sonra 3-də vətəni sevməyən insan olmaz. Buradakı I yalnız hal şəklisi, təsirli halın şəklisidir. Burada mənsubiyyət şəklisi yoxdur. Ona görə 3-ü götürmürük. Doğru variantımız 1-2 Y variantı. 13-də hansı cümlələrdə mənsubiyyət şəklisi qəbul etmiş 2 söz var?
Aha, mənsubiyyət şəklisi qəbul etmiş 2 söz istəyir. Vaqifin qardaşı kitabını bizə bağışladı. Vaqifin qardaşı burada mənsubiyyətdir. Kitabını, onun kitabı da burada mənsubiyyət şəklisidir. Ona görə biri götürək. 2 söz işlənib mənsubiyyət şəkilçili qardaşı və kitabını. 2-də Vaqifin qardaşı bizə məktəbi göstərdi. Vaqifin qardaşı burada mənsubiyyətdir. Daha mənsubiyyət yoxdur. 2-ni götürmürük. Vaqifin qardaşı burada mənsubiyyətdir. Fəxrimizdir. İmiz də burada mənsubiyyətdir. Çünki bizim qoya bilirik. Yəlik halda söz qoya bilirik. Bizim fəxrimiz. Deməli, qardaşı və fəxrimiz mənsubiyyət şəkilçili 2 sözdür. Doğru variantımız 1-3B variantı. 14-də. Birində birinci şəxsin mənsubiyyət şəkilçisi həm həm də kimi düşünülə bilər. Baxaq A variantına. Baxın uşaqlar, bu testi biraz bədtiqdə tapmalıyıq. Doğru variantımız D variantıdır. Çünki bunu 2 cür düşünmək olar. Bir var, mənim yazım. Burada yaz sözün kökü leksik, mənsubiyyət şəklisi kimi. Yazdığımız yazı şəklində fikirləşsək, mənim yazım. Burada mənsubiyyət olacaq. Bir də var ki, fəsil mənasında. Məsəl üçün yazım, baharım. Burada yaz olacaq sözün kökü, mənsubiyyət şəklisi də olacaq. Ona görə doğru variantımız D variantı. 15-də. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş 2 söz vardır? İmtahan günü, yəni imtahanın günü. Burada mənsubiyyət şəklisidir. Bir dənədir, getdi. Bizdən 2 söz istəyir. Dağ çayında, dağın çayı, Üzmək çətin idi. Burada da bir dənə var, getdi. C-də maşının arxa tərəfi, bir dənədir. Oturmuşdum, yoxdur başqa. Arzunu mükafatlandıranı alqışladılar. Arzunu mükafatlandıranı. Burada da 2 yoxdur. Y-də alma ağacının qurumuş budaqları. Bir dənə. Alma ağacının, almanın ağacıdır da bu. Almanın ağacı. Baxın, burada mənsubiyyət şəklisidir. Çünki, yenə də deyirəm, özündən əvvəl alma sözü qeyri-müəyyən yəlik haldadır. Biz də demişik ki, mənsubiyyət şəkilçili sözlərin önündə mütləq yəlik halda bir söz gəlməlidir. Söz olmasa belə özümüzdən yəlik halda bir şəxs əvəzi, mənim, sənin, onun kimi şəxs əvəzliklərini artıra bilərik. Ona görə burada almanın ağacıdır da bu. Almanın ağacı. Mənsubiyyət şəklisi, sonra budaqlarını, yəni onun budaqları. Burada mənsubiyyət şəklisidir. Doğru variantımız Y variantı. 16-da. Hansı cümlədə mənsubiyyət şəklisi qəbul etmiş? Yenə də 2 söz istəyir bizdən. A variantında namərdlərin xasiyyəti. Burada mənsubiyyət şəkli. Çünki özünə əvvəl yəlik halda söz gəlmişdir. Cəzası burada mənsubiyyət şəklisidir. Çünki özümüzdən onun cəzası sözünün qabağına onun yəlik halda şəxs əvəzliyini qoya bilirik. Onun cəzası. Deməli, xəyanəti mənsubiyyət şəklisi, cəzası mənsubiyyət şəklisi. 2 dənə söz, doğru variantımız A variantı. 17-də hansı cümlədə həm mənsubiyyət, həm də təsirlik hal şəklisi qəbul etmiş söz vardır? Həm mənsubiyyət, həm təsirlik halda işlənmiş nümunəni istəyir bizdən. Biz ədəbiyyat qəzetini, baxın, ədəbiyyatın qəzeti burada mənsubiyyətdir. Qəzetini, ikinci isə hal şəklisidir, təsirlik halının şəklisidir. Ona görə doğru variantımız elə A variantı. 18-də. Hansı cümlədə həm mənsubiyyət, həm də təsirlik hal şəklisi qəbul etmiş söz işlənmişdir? A variantı. Uşaqlardan biri bizə tərəf boylandı. Həm hal, həm mənsubiyyət yoxdur uşaqlar. Keçək B-yə.
Oxumağı hamımıza xoş gəlirdi. Onun oxumağı. Bir də təkcə mənsubiyyət var burada. Təsirlik yoxdur. C-də o Koroğlu dastanını. Bəli, Koroğlunun dastanı. I burada. Mənsubiyyət. Dastanını ikinci I isə təsirlik hal şəklisidir. Doğru variantımız C variantı. 19-da. İsimlərdən birində işarələnmiş şəkilçi bütün məqamlarda mənsubiyyət şəkilçisidir. Bütün məqamlarda. Sinfi. Aha. Burada i uşaqlar bilinmir. Haldır yoxsa mənsubiyyət. Biz onun sinfi kimi də düşünə bilərik. Bir də var sinfi təmizlədik kimi düşünə bilərik. Ona görə bu bilinmir. Haldır yoxsa mənsubiyyətdir. Keçək B variantına. Oğlun yalnız mənsubiyyətdir. Hardan bilirəm? Çünki oğul sözündəki ikinci kökündəki u, ikinci sait u nə zaman düşürdü? Yalnız mənsubiyyət şəkilçisi artırılanda. Düzdürmü? Ona görə buradakı u saiti düşdüyü üçün kökdəki oğul sözünün kökündəki u saiti düşdüyü üçün bilirəm ki, buradakı un mənsubiyyət şəklisidir. Deməli, elə doğru variantımız B variantıdır. Amma şəklin sözündə bir var sənin şəklin, bu məqamda mənsubiyyətdir. Bir də var şəklin, məsələn, təzəsi, şəklin gözəli. Bu variantda yəlik haldır. Ona görə C olmaz. Ümumiyyətcə, sinifdir, şəkildir, zehindir, ömürdür. Həm hal, həm mənsubiyyət şəkilçisi olan, yəni şəkilçisi artıranda son saitini itirən sözlər cərgəsindəndir. Amma oğul sözü isə yalnız mənsubiyyət şəkilçisi artıranda son saitini itirən sözlər cərgəsindən olduğu üçün elə B-ni götürürük. 20-də isimlərdən birində işlənmiş şəkilçi bütün məqamlarda, yəni də mənsubiyyət şəkilçisidir istəyir bizdən. Elə doğru variantımız burada çiyin sözüdür. Çünki bu milli mənşəli sözdür. Yalnız mənsubiyyət şəkilçisi artıranda son saitini itirir, amma ömür, nəsil, fikir, səbir sözünə həm hal, həm mənsubiyyət şəkilçisi artıranda son saitini itirirdi. Ona görə məsələn ömrü sözündəki ü, nəslin sözündəki in, fikri sözündəki id, səbrin sözündəki in bilinmir. Haldır yoxsa mənsubiyyətdir. Doğru variantımız ona görə Y variantı. 21-də cümlələrin birində mənsubiyyət şəkilçili isim şəxsinə görə fərqlənir. Mənsubiyyət şəkilçili isim şəxsinə görə fərqlənir. Baxaq. Şagirdin kitabı. Yəni onun kitabıdır da. Bu üçüncü şəxsin təkid. Ayağı var, yəni onun ayağı. Bu da üçüncü şəxsin təkidir. C variantı. Məqsədimizi. Burada bizim məqsədimizi birinci şəxsin cəmidir. Bizim məqsədimizi birinci şəxsin cəmi, bir cəm. Usta avtomobilin təkərini, yəni onun təkərini. Bu da üçüncü şəxs təkin mənsubiyyət şəkilçisini qəbul edibdir. Y-də şagirdlərin maraq dolu baxışları. Baxışları onun baxışları. Şagirdlərin maraq dolu baxışları. Elə doğru variantımız C variantıdır. Çünki digərlərindən fərqlidir. Birinci şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul edibdir. 22-də hansı cümlədə altına xətt çəkilmiş mənsubiyyət şəkilçili ismi iki şəxsdə düşünmək olar? Sualları çox çətin və məntiqli idi. Sualları, onların sualları bir şəxsdə düşünmək olar. Bizdə iki şəxsdə istəyir. Yaradıcılığı Səməd Vurğunu sevdirən ən başlıca amildir. Onun yaradıcılığı yalnız üçüncü şəxsin təki kimi düşünmək olar. Onun üçüncü şəxsin təkidir. C-yə keçək. Arzumuz, bizim arzumuz kimi düşünmək olar. Yalnız C də olmaz. Eviniz, sizin eviniz yalnız ikinci şəxsin cəmi kimi düşünmək olar. Y-yə baxaq. Dostum kitabını dünən evə aparıb. Biri var, dostum onun kitabını evə aparıb. Onun şəklində.
Bir də var, dostum sənin kitabını dünən evə aparıb. Baxın, həm onun kitabını, həm sənin kitabını kimi düşünmək olar. Ona görə Y variantı. 23-də. Hansı cümlədə yol ismi mənsub şəklisi qəbul etməmişdir? Avtomobil yolları. Aha, avtomobilin yolları burada mənsub şəklisidir. Çünki özündən qabaq ki, avtomobil sözü qeyri-müəyyən yiyəlik haldadır. B-də yolu xeyli vaxtdır buradan düşmürdür. Yolu, onun yolu xeyli vaxtdır buradan düşmürdü. Ondan qabaq yiyəlik halda onun əvəzliyi gəldi. C-də həyat yolu, yəni həyatın yolu. Yenə də U burada mənsubiyyətdir. D-də 2 ildir sel yolu dağıdıb. Bəli, buradakı U hal şəklisidir uşaqlar. Mənsubiyyət deyil. Çünki baxın, ondan qabaq yiyəlik halda bir söz işlədə bilmərik. Məsələn, 2 ildir ki, sel onun yolu dağıdıb işlədə bilmərik. U burada ona görə hal şəklisidir. Mənsubiyyət deyil. Mənim yolum. Burada mənsubiyyətdir. Çünki özündən qabaq mənim yiyəlik halda söz gəlmişdir. Doğru variantımız D variantı. 24-də. Hansı cümlədə mənsubiyyət şəklisi qəbul etmiş isim adlı haldadır? Mənsubiyyət şəklisi qəbul etmiş isimimizi axtaraq. Sonanın xalçası mənsubiyyət şəkilçili isimdir və adlı haldadır. Ona görə doğru variantımız A variantıdır. B variantı, məsələn, axşamüstü dostlarımız, ımız mənsubiyyət şəklisidir və dost isminə artırılıb və dostlarımıza A yönlük haldadır. Ona görə B getdi. Kəndin həyətlərində mənsubiyyət şəklisi qəbul etmiş isimdir. Kəndin həyətləri I mənsubiyyət şəklisidir. D isə yerlik hal şəklisi qəbul etmiş. Ona görə C variantı da getdi. Sərgilənən əşyaların hamısında S burada mənsubiyyət şəklisidir. Da həm yerlik hal şəklisidir, həm də hamı əvəzliyinə artırılıbdır bu mənsubiyyət şəklisi. Bizdə ismi artırılsın demişdi. Ona görə D-də getdi. Y-də bu otaqda dərs ləvazimatları, dərsin ləvazimatları mənsubiyyət şəklisi işlənibdir. Bu otaqda dərs ləvazimatları saxlayırdılar. Dərsin ləvazimatlarını, yəni saxlayırdılar. Bu da qeyri-müəyyən təsirli halda işlənmişdir. Adlı halda işlənməmişdir. Ona görə A variantı. 25-də. Hansı cümlədə mənsubiyyət şəklisi qəbul etmiş isim yenə də adlı haldadır? Ağaməcid ağlayan kimi qohumları tökülüb gəlmişdir. Qohumları, onların qohumları mənsubiyyət şəklisidir və qohum isminə artırılıbdır və adlı haldadır. Ona görə doğru variantımız A variantı. 26-da. Doğru olmayan fikri müəyyənləşdirin. Bizdən səhv istəyir, doğru olmayan fikri istəyir. İsim bütün cümlə üzvü vəzifəsinə çıxış edə bilər. Bəli, doğru fikirdir. Kitabı sözünü yerinə görə ismin 2 halında işlənən söz kimi düşünmək olar. Biri var onun kitabı, bu məqamda adlı hal olacaq. Bir də var kitabı mənə ver. Bu halda təsdiq halda işlənmiş olacaq. Bəli, bu da doğrudur. AB getdi. C-də. Bir və ikinci şəxslərdə mənsubiyyət şəkilçisi yalnız insana aiddir. Bizim, mənim. İkinci şəxsdə sənin, sizin. Bəli, bunlar insana aiddir. Amma üçüncü şəxs onun deyəndə bu insanda götürülə bilər. Məsələn, onun kitabı. Bir də var ki, cansız əşyaya da, məsələn, heyvanlara da biz onun deyə bilərik. Məsələn, onun ayağı deyəndə itin ayağı, məsələn, pişiyin ayağı, görsünüz. Yəni, bu heyvanlara aid oldu. Bir də var ki, stolun ayağı. Bu məqamda da cansızlar kimi düşünülür də onun sözü. Stolun, yəni onun ayağı, stolun ayağı. Ona görə C də doğrudur. D-də mənsubiyyət şəkilçili sözlər işlənmiş cümlələrdə hökmən yiyəlik hallı söz işlənməlidir. Hökmən yiyəlik hallı söz işlənməyə də bilər uşaqlar. Amma biz özümüzdən, məsələn, yiyəlik halda bir söz və yaxud da ki, şəxs əvəzliyi qoya bilərik. Məsəl üçün, kitabı çox maraqlıdır. Burada
kitabı sözündəki ı mənsubiyyət şəklisidir və ondan qabaq yəlik halda söz işlənməmişdir. Amma mən özümdən bərpa eləyə bilərəm. Onun kitabı çox maraqlıdır. Gördünüz? Hökmən deyil orada yəlik halda söz işlənsin. Ona görə də səhv fikrimiz elə D variantıdır. Y-də şəxs əvəzliyi mənsubiyyət şəklisi qəbul etmir. Bəli, məsəl üçün mən sözü necə mənsubiyyət şəklisi qəbul etsin? Mən əvəzliyi, sən, o fərqi yoxdur. Hal şəklisi qəbul edə bilər. Mənsubiyyət şəklisi qəbul edə bilməz. Ona görə Y də doğrudur. 27-də Venn diaqramı verilmişdir. Birinci hissədə mənsubiyyət şəklisi, ikinci hissədə xəbərlik şəklisi. Ortaya sual işarəsinin yerinə uyğun gələn fikirləri müəyyən edin. Baxaq. Sözün formasını dəyişir. Bəli, mənsubiyyət və xəbərlik şəklisi qrammatik şəkilçi olduğu üçün sözün formasını dəyişəcək. 1 doğrudur. 2-də sözün həm formasını, həm məzmununu dəyişir. Xeyr, belə bir şey doğru deyil. Ortaya yaza bilmərik. İsmin bütün hallarında olan sözlərlə işlənə bilir. Mənsubiyyət şəklisi bütün hallarda olan sözlərlə işlənə bilmir ki, yalnız yəlik halda olan sözlərlə işlənə bilir. Ona görə 3-ü götürmürük. Əşyanın hansı şəxsə aid olduğunu bildirir. Bu, hansı şəxsə aid olduğunu bildirir. Bunu yalnız xəbərlik şəklisinə yaza bilərik. Mənsubiyyət şəklisinə yox, ortaya yaza bilmərik. 4-ü də götürmürük. 5-də həmişə 4 cür yazılır. Xeyr, 2 cür də yazıla bilər. Məsələn, xəbərlik şəklisi mən şagirdəm. Ən burada xəbərlik şəklisidir. 2 cür yazılır. 4 cür, həmişə 4 cür yazılır. Doğru fikir deyil. 6-da ismə aid qrammatik şəkilçilərdir. Bəli, ismə aid qrammatik şəkilçilərimiz hansıdır? Cəm, hal, mənsubiyyət, şəxs. Ona görə 1-6 testin doğru variantımız B variantı. 28-də mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri müəyyən edin. Jurnalının, Molla Nəsrəddinin jurnalı. I burada mənsubiyyət şəklisidir. 1-i götürək. 2-də səhifələrində jurnalının səhifələri. I burada mənsubiyyət şəklisidir. 2-ni də götürək. Sonra 3-də dini yox, burada yoxdur. Fanatizmi yoxdur. Cəhalətin yoxdur. İn burada yəlikdir uşaqlar. Nəticələrini. Baxın, cəhalətin nəticələri. I burada mənsubiyyətdir. Ona görə 1, 2, 6. 29-da dəyirmançı Güllünün gözünün qabağında ağacın birini də kəsdi. Cümləsində işarələnmiş sözlərdən hansılar mənsubiyyət şəkilçisi qəbul etmişdir? Dəyirmançı yoxdur. Güllünün, burada ün yəlik hal şəklisidir. Gözünün, baxın, Güllünün gözü. Ü burada mənsubiyyətdir. 3-ü götürək. Qabağında, Güllünün qabağı. I burada mənsubiyyətdir. 4-ü götürək. Ağacın biri. I mənsubiyyətdir. Götürək. Kəsdi yoxdur. 3, 4, 6. 29-da işarələnmiş sözlərdən hansılar mənsubiyyət şəklisi qəbul etmişdir? Seyr elə hüsnünü. Onun hüsnüdür də bu. Hüsnünü sözünün qarşısına onun yəlik halda olan şəxs əvəzini qoya bildim deyə. Deməli, ü burada, onun hüsnü, ü burada mənsubiyyət şəklisidir. 1-i götürək. Durnanın, nın burada, ın daha doğrusu yəlik hal şəklisidir. Qayada kəkliyin, in burada yəlik hal şəklisidir. Sonanın, burada ın, yenə də yəlik hal şəklisidir. 5-də şirin layla səsi. Yəni, laylanın səsi. I burada mənsubiyyət şəklisidir. 5 qaldı burada. Anamın, mənim anamdır da bu. Mənim anam. Mı burada mənsubiyyət şəklisidir. 1, 5, 6. 31-də nömrələnmiş sözlərin hansında həm mənsubiyyət, həm hal şəkilçisi vardır? Qayalıqda yoxdur. Ayağını, onun ayağı, I burada mənsubiyyət. Ayağını, I isə, digər I isə təsirli hal şəklisidir. 2-ni götürək.
Bayaq dediyim kimi, sözdə həm mənsubiyyət, həm hal şəklisi varsa, birinci mənsubiyyət, sonra hal gəlməlidir. Maralım, həm hal, həm mənsubiyyət yoxdur, götürmürük. 4-də bəsləyim, mən bəsləyim, burada im şəx şəklisidir. Gözümün, onun gözü, ü burada mənsubiyyət. Gözümün, ün isə yiyəlik, götürək, 5-i də götürək. Aşiqindən, onun aşiqi mənsubiyyət. Aşiqindən, dən çıxışlıq altında götürək. 2, 5, 6. Sonra 32-də nömrələmiş sözlərin hansında həm mənsubiyyət, həm hal şəklisi var. Əzizlərim, mənim əzizlərim, yalnız mənsubiyyət var, hal yoxdur. Qəlbimdə, mənim qəlbim, mənsubiyyət, də, yerlik hal şəklisi, 2-ni götürək. Tənələrin in yiyəlik haldır. Ağzında, tənələrin ağzı, ı, mənsubiyyət, da, yerlik hal. Götürək 4-ü də. Baxışların, sənin baxışların, ın yiyəlik hal şəklisidir. Altında, baxışların altı, ı, mənsubiyyət, da, yerlik hal. Götürək. 2, 4, 6. Testin doğru cavabı. 30, neçədir bu? 33-ə baxaq. Nümunədə nömrələmiş isimlərdən hansında həm hal, həm mənsubiyyət şəkilçili isimdir istəyir. İsmə diqqət eləyək uşaqlar. Turalın, ın yalnız hal şəklisidir. Qolunun, u, qolu, Turalın qolu mənsubiyyət, ikinci un, yiyəlik hal şəklisi və qol isimdir. İsmə artırılıb. Ona görə 2-ni götürək. Üstündəki, onun üstü var, mənsubiyyət şəklisi var, hal şəklisi yoxdur, 3-ü götürmürük. Şahini, ov şahini, yəni ovun şahini, yalnız mənsubiyyət var, götürmürük. 4-ü, 5-də meşənin, yalnız yiyəlik var, götürmürük. Qalın yerində, meşənin yeri, i mənsubiyyət, də, yerlik hal, həm mənsubiyyət var və isimdir. Yerində isimdir. 6-nı götürək. 7-də ağacın, ın burada yalnız hal şəklisidir. Mənsubiyyət yoxdur. Doğru variantımız 2, 6. Sonra 34-də. Nümunədəki nömrələnmiş isimlərdən hansılar həm hal, həm mənsubiyyət şəkilçili isimdir. Yenə də eyni testdən. Küçənin, birdə küçənin, in burada yiyəlik halda, mənsubiyyət yoxdur, götürmürük. Girişində, küçənin girişi, i burada mənsubiyyətdir, də, yerlik halın şəkilçisidir və ismi artırılıbdır, isimdir. 2-ni götürək. Zavod binasına, zavodun, burada qeyri-müəyyən yiyəlik haldır. Ona görə mənsubiyyət yoxdur, götürmürük. Binası, zavodun binası, mənsubiyyət, binasının yiyəlik hal və isimdir. 4-ü götürək. Tərəfindəki, onun tərəfi, i mənsubiyyət, hal yoxdur, götürmürük. Daxmada, yalnız hal şəklisi var, mənsubiyyət yoxdur, götürmürük. 2, 4. 35-də. Bilqeyis xanımın özündən kiçik bacısı, baxın, xanımın, neysə, bu nümunədə mənsubiyyət şəkilçili isim müəyyən edin. Xanımın, ın burada haldı, götürmürük, özündən, xanımın özü mənsubiyyət şəkilçilisidir və özü isim deyil. Əvəzlikdir, götürmürük. Bacısı mənsubiyyət şəkilsidir və isimdir, götürək 3-ü. 4-də istəyini. İstək isimdir. Onun istəyi, i mənsubiyyət şəkilsidir, götürək. Əmisi mənsubiyyət şəkilsidir və ismi artırılıb, götürək. 3, 4, 5. 6-da oğluna, onun oğlu mənsubiyyət şəkilsidir və oğluna isimdir, götürək. Yazdığı, bu feildir, uşaqlar, götürməyək. 3, 4, 5, 6. 36-da hansı cümlələrdə mənsubiyyət şəkilsi qəbul etmiş 2 söz vardır? Yəni, mənsubiyyət şəkilçili 2 sözü istəyir bizdən. Bir də cənnət anaların ayaqları altındadır. Anaların ayaqları mənsubiyyət şəkilsidir. Altında ayaqlarının
6-da bu. I mənsubiyyətdir, çünki ayaqları qeyri-müəyyən yiyəlik haldadır. Biri götürək, 2 dənə söz oldu. Ayaqları və altında mənsubiyyət şəkilçili sözlərimizdir. 2-də elin gözü tərəzidir. Elin gözü bir ədəd mənsubiyyət şəkilçili söz var, götürmürük. Şirin söz can arzusu, yəni canın arzusu mənsubiyyət şəkilsi. Acı söz baş ağrısı, yəni başın ağrısı. S burada mənsubiyyətdir, götürək. 3. Yarışın qalibi bir ədəd mənsubiyyət şəkilçili söz. Kimi bayrağı Firudin qaldırdı. Daha yoxdur. Firudindəki in yiyəlik alan şəklisidir. 1, 3 testin doğru cavabı 36-da. 37-də hansı cümlələrdə eyni sözdə həm mənsubiyyət, həm təsdiq hal şəkilçisi vardır? Ana son məktubunu. Onun məktubu, u burada mənsubiyyət. Məktubunu digər u təsdiq hal, götürək. El qədrini bilən ömrünü bada verməz. Ömrü, onun ömrü, mənsubiyyət şəklisi. Ömrünü digər ü, təsdiq halan şəklisi, götürək. Elin sözü, ü. Ü burada mənsubiyyətdir və adlı halda, təsdiq halda deyil. Bunu götürmək. Həyatın mənası, s mənsubiyyət şəklisidir və özü adlı haldadır. Bizdə təsdiq halı istəyir, ona görə 4-ü də götürməyək. 38-də verilmiş nümunədə mənsubiyyət şəkilçili isimləri müəyyən edin. Mən bir yüksəlişin, in burada haldır, götürmürük biri. Sevdasındayam, yüksəlişin sevdası, götürək və isimdir. Mənsubiyyət şəkilçili isimləri istəyir. Sevdası, mənsubiyyət şəkilçili isimdir, götürək. Siniflər döyüşü, siniflərin burada mənsubiyyət şəkilçisi yox, in qeyri-müəyyən yiyəlik hal şəkilçisidir. Yəni siniflər sözü qeyri-müəyyən yiyəlik haldadır. 3-ü götürmürük. 4-də döyüşü, sinifin döyüşü ü mənsubiyyətdir və döyüşü isimdir. Götürək 4-ü də. Dünyasındayam. Siniflər döyüşünün dünyası mənsubiyyət şəklisi və dünyasındayam isimdir. 5-i də götürək. Zəhməti, insanı, zəhməti deyirlər burada təsdiq halan şəklisidir. Mənsubiyyət deyil, 6-nı götürmür. 7-də yaxşı adamların sırası. S burada mənsubiyyət şəklisidir və sırasındayam isimdir. Ona görə 7-ni də götürürük. 2, 4, 5, 7 testin doğru variantı. Bu qədər uşaqlar, hələlik uşaqlar, sağ olun.